Kimdə 2025-ci ilin əla vəziyyətdə olan, dövriyyədə olmamış 1 senti varsa, ondan möhkəm yapışsın. Mütləq belə bir holder alıb içinə yerləşdirin və qoruyub saxlayın. Səbəbi isə odur ki, ABŞ təxminən 200 ildən sonra sent istehsalını rəsmən bugün dayandırdı. Yəni ABŞ zərbxanaları daha ən aşağı nominallı sikkələri, Lincoln sentlərini daha buraxmayacaq. İstehsalın dayandırılmasına baxmayaraq, buna qədər milyardlarla zərb olunmuş sentlər hələ də dövriyyədə qalacaq. Ən son buraxılan sentlərin isə hərraclara çıxarılacağı bildirilir. ABŞ Maliyyə Nazirliyi bu qərarı sent istehsalının maliyyə baxımından səmərəli olmaması ilə əsaslandırıb. Belə ki, mislə cəlalanmış sink tərkibli hər peninin zərb olunması ABŞ hökumətinə 4 sentə başa gəlirdi. Təsəvvür edin, 1 sent üçün 4 sent xərcləyirdilər. Ona görə qiymətdə hazırda böyük fərq olmasa da, yaxın gələcəkdə onun daha yüksək dəyər qazanacağı gözlənilir. 2025-ci il isə ən çox toplanan illərdən birinə çevrilə bilər. Videonu bəyənməyi unutmayın.